Hər kəsə salam. Bu gün sizlərə telefonu necə sürətləndirmək olar, onu göstərəcəm. Bildiyiniz kimi onu da qeyd etmək istəyirəm ki, bu göstərəcəyim üsul telefonun RAM-ını sürətləndirmir. Sadəcə olaraq telefonun animasiya keçidi zamanı, yəni hər hansı bir menyuya daxil olan zaman və ya səhifələr arası keçid edən zaman müəyyən animasiyalar olur. Bu göstərəcəyim üsul ilə həmin animasiyaları azaldaraq RAM-a düşən yükü azaldırıq və bunun nəticəsində telefon biraz da olsa daha sürətli işləyir. Təbii ki, bunun üçün heç bir proqram yükləməyə ehtiyac yoxdur. Bu çox sadə bir üsuldur. Bildiyiniz kimi bütün telefonlarda standart olaraq demək olar ki, əksər telefonlarda parametrlər bölməsinə daxil olduqda, yəni parametrlər bölməsi də aşağı sürüşdürən zaman, baxın burada yuxarı sağ küncdə ikona var. Həmin ikonaya toxunduqda bu menyu açılır. Təbii ki, ola bilər bəzi telefonlarda bu fərqli yerdə ola bilər. Telefondan asılı olaraq dəyişir. Burada ən aşağıda telefon haqqında bölməsi var. Bu menyuya daxil olduqdan sonra burada proqram məlumatı var. Həmin menyunu da seçdikdə burada gördüyünüz kimi nömrə yaradın var. Həmin nömrə yaradın yazısının üzərinə 7 dəfə klik etdikdən sonra gördüyünüz kimi bizdən telefonun şifrəsini istədi və telefonun şifrəsini də daxil etdikdə artıq yaradıcı rejim aktivləşdi. Yaradıcı rejim nə deməkdir? Hansı ki, o sizə bəhs etdiyim animasiyanın sürətini azaldaraq telefonun RAM enerjisinə qənaət etməyi biz buradan icra edəcəyik. Baxın, gördüyünüz kimi ən aşağıda yaradıcı seçimləri açıldı. Bu menyu biz bu əməliyyatı icra etdikdən sonra açıldı. Daha sonra buradan aşağı düşürük. Baxın, gördüyünüz kimi biraz da aşağı düşdükdən sonra burada bizdə animasiya, pəncərə animasiya miqyası menyusu var. Həmin menyunu seçirik və burada animasiyanı deaktiv edirik. Həmçinin onun aşağısında olan animasiya keçid miqyasını da deaktiv edirik və animasiya müddət, animator müddət şkalasını da qapadırıq. Bundan sonra artıq gördüyünüz kimi telefon animasiyaya daha az enerji sərf edəcək və bunun nəticəsində telefon biraz da olsa sürətli işləyəcək. Təbii ki, bu göstərəcəyim üsul telefonu tam sürətləndirməsə də ən azından heç bir proqram yükləmədən telefonun biraz da olsa sürətlənməyinə kömək edə bilər. Videom bura qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu mövzuda və ya digər mövzularda daha çox video paylaşmağımı istəyirsinizsə, hər hansı bir sizi maraqlandıran mövzuda bir fikirlərinizi şərhdə bölüşə bilərsiniz. Həmin mövzuda video paylaşacağam. Təşəkkürlər, çox sağ olun.